Gecə gəlirlər, beyyət eləyirlər Həzrət Əliyə, qaranlıqda. Ki, biz neçə yüz adam, tarix danışıram, sizə nağıl danışmıram, beyyət eləyirlər. Başqası neyniyər? Gecə ilə bir plan çəkər, deyər ki, hazırlaşaq, səhər qalxaq ayağa. Həzrət Əli onlara deyir ki, yox, gedin dağılışın evinizə, sabah səhər vaxtı, filan saatda, filan vaxtda, filan yerdə ki, Mədinənin mərkəzidir, başınızı da qırxıb gələrsiniz. Şəffaf, aydın. Səhər açılır, o 100 nəfərdən neçə nəfər gəlir? 3 nəfər. Ona görə deyirdilər, sən siyasət bilmirsən. Elə bilirlər, siyasət bilmir. Əli əleyhissalam da müdafiə mövqeyində dayanmağa məcburidir ki, bizim yolumuz budur. Bizim yolumuz budur. Görək sabaha kim gələcək? Heç kəs. Biz arxada, pərdə arxasında plan çəkmirik. Xalqla şəffafdır münasibətlər. Xalq istəyirsə, biz hazır. İstəmirsə, qoy mənim boynuma kəndir salınsın. Boynuna da kəndir salıb aparanda, eşitmişsiniz də tarixdə, bir Yahudi diyanı kənarda tamaşa eləyir. Əlinin ən məzlum zamanıdır, məni şəxsən çox yandırır. Ki, boynuna kəndir salıb küçəylə aparırlar. Allahın şirini. Deyib, baxır, gözünün yaşını saxlaya bilmir. Birdən-birə ixtiyarsız ağlamağa başlayır. Deyir, mən bu kişini tanıyıram. Mən Yəhudiyəm. Bu Xeybəri fəth eləməyə gələndə 12.000 əsgərimiz bunun qolunu bağlayan mədir. İndi mən başa düşdüm, mən Peyğəmbəri görmüşdüm, mən iman gətirməmişdim. Bu kişinin indi hərəkətindən gördüm ki, bu böyük adamdır. Əşhədü ən la ilahə illallah dedi, müsəlman oldu. Əlinin bircə məscidə aparılma səhnəsini gördü. İman gətirdi.